Xanımlar, bugün sizə çox belə gözəl bir məlumat vermək istəyirəm. Bu hər dəfə baş vermir. Yəni xanımda bir ay ərzində, yəni prosedura gəlmişdi Zülfiyyə xanım. İndi bugün korreksiya gəlir və özü deyir ki, qaşlarımda daha qalınlaşma olub və necə olub bir dənə mənə deyin. Mənim qaşlarım bu qalınlıqda deyildi, daha nazik idi. Amma yəni sizin prosedurdan sonra qaşımda əməlli başlı yəni qalınlaşma var. Yəni hiss olunacaq dərəcədə. Mən özüm də hiss elədim ki, bizim işimiz daha nazik görünür və fikirləşdim ki, xanım qaşını alıb gəlib ilk prosedurda və nazik qaş olub. Amma xanım özü dedi ki, yox, mənim qaşım belə deyildi. Ya sizin işdən sonra, prosedurdan sonra qaşımda tüklənmə baş verib. Bəli, bu ola bilər. Əgər düzgün texnika ilə işləyirsə usta, düzgün dərinlik götürürsə, qaşlar qətiyyən zədə almır. Əksinə, tökülmə olubsa bir neçə il ərzində, orada qıcıqlanmadan tüklərimiz tezdən bərpa olur. Ona görə də xanımlar, buradan sizə demək istəyirəm ki, ustanızı düzgün seçin ki, qaş tükləriniz tökülməsin, əksinə olaraq bərpa olsun. Yalnız Məlahat xanım seçməyə lazımdır. Çox sağ olun, təşəkkür edirəm. Həqiqətən çox gözəl əl işiniz var. Çox gözəl əl işiniz var. Nə yaxşı ki, yəni siz çıxmısınız qarşıma. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun.